Bugün ayın 17'si May 2025 yıl. Xaçınərbət kəndi yine de məclikdədir. İnşallah sabah da çalışacağıq. 18'inde de 2 gün şənbə bazar. Bak bu da da mən çalmışam. Allah kolumu kuvvet versin, canımı sağ eləsin. Bu da bu ərazini mən çalmışam. Oraları təmizləyirlər, amma buranın inşallah gəlib görəcəm. Böyle bunu Xaçınsay TV'ye izleyiciler için çəkirəm. Yaşar. Salamlayıram sizi. Bak biz de çalışırıq bu günlerde 17-18'de. Allah'ın köməklə yəqin ki sabah qurtararıq. Gör ne kadar adam var orada, bak neçə dənə işləyirlər var. Part işləyirlər bak, uşaqlar işləyirlər. Bu da etrafda çekeyim ki biraz maraqlı olsun. Allah Teala şəhidlərimizə, burada uyuyan əzizlərimizə rəhmət diləyirəm. Qəbirlərin nurlu olsun. Hamımızın da borcudur ki gələk bu işləri görək. Sonra da inşallah kendimizi, elimizi, ovamızı tikmeye başlayaq. Hükümet diker, hub tikmez de özümüz çalışarak. Bundan özümü de gösterip bundan inşallah çalışırıq ki kimin neye gücü çatır onu qulpundan yapışmalıdır. Allah'ın köməklə. Pəncərəmizdəki ilahi süperdi. Elə bil ki təbiət bütün gözəlliyi Xaçın dərəsinə verib. Hər tərəf yamyaşıl, gözəl. Bak belə uğurlar.